Salam, hər vaxtınız xeyir olsun hörmətli konferans iştirakçıları. Yeni bir konferansla yenə sizlərlə bərabərik. Bugünkü konferansımızın mövzusu 27 sentyabr Milli Hafıza və Uluslararası Dayanışmadır və bir-birindən dəyərli qonaqlarımızla bu konferansımızda maraqlı olacağını əminik. Konferansı başlamazdan öncə istərdim bugünlə bağlı bir videonu sizinlə paylaşım, daha sonra konferans çıxışlara keçək. Bugün Azərbaycanda anım günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Bu günə görə biz onlara borcluyuq. Bu həqiqətdir. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar, planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran olur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Sevdasız olmaz, sevdasız olmaz. Ümitsiz olmaz, ümitsiz olmaz. Sevdasız olmaz, sevdasız olmaz. Dağları oyup zindan etseler, Allah nurunu söndüremezler. Dağları oyup zindan etseler, babamın önüne geçemezler. Yarasız olmaz, çilesiz olmaz, şehitsiz olmaz, kurbansız olmaz. Yarasız olmaz, çilesiz olmaz, şehitsiz olmaz, kurbansız olmaz. Şehit tahtında Rabbe gülümser, ah bin
Çok teşekkür ederim. Bu Azerbaycan ziyaretimizden sonra ilk defa bu videoları görüyorum. Uzun zaman sonra yapmamıştık. Çok duygulandım. Bu vesileyle hepinize çok çok teşekkür ederim. Yanımda konaklar vardı. Bahsediyordum ama bu kadar sıcaklığı gerçekten ben şaşırmadım. Bekliyordum ama bu kadar hani yüzlerce şehit ailesinin karşılayacağını bilmiyordum. Hepinize yürekten teşekkür ediyorum o hususta. Çox sağ olun hocam, Allah razı olsun. Biz təşəkkür edirik. Gününüzde. İndi isə ilk olaraq sözü Azərbaycan Milli Məclisinin sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Professor Musa müəllim Qasımlıya veririk. Buyurun Musa müəllim, söz sizdədir. Mustafa Hocam hoş geldiniz. Salam aleyküm, axşamınız xeyir olsun. Allah şükür. Hər birinizi salamlayıram. Aleyküm. Anar bəyə və Cəmaləddin bəyə belə bir toplantını təşkil etdiklərinə görə təşəkkür edirəm. Biz teşekkür ederiz. Bu toplantıda müxtəlif ölkələrdən adamlar iştirak eləyir. Onları da salamlayıram. Almaniya qardaş, Türkiyə, Qırğızstan, Qazaxstan, Cənubi Koreya, İndoneziya, Monqolistan, Pakistan, hansılar yadımdan çıxdısa Anar müəllim davam etdirər ki, Hamısını da saydınız. Çox sağ olun. onlar da inciməzlər. Hər birini salamlayıram. Aleykümselam. Burada mən eyni zamanda şəhid valideynlərin, ailələrini görürəm. Onları salamlayıram. Onlar bizim şəhidlərimiz bizim and yerimizdir. Şəhid ailələri bizim baş tacımızdır. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz, millətimiz və dövlətimiz dayandıqca, durduqca bu əbədiyyən mövcud olacaq. Şəhidlərimiz də yaşayacaq, həmişə anılacaq. Və sizə çox təşəkkür edirəm. Bu toplantının keçirilməsi Azərbaycan gerçəkliklərinin dünyaya tanıdılmasında gözəl bir vasitədir. Eyni zamanda bizim bu tariximizə ortaq olmaqdır. Bizimlə bərabər olmaqdır. Bu baxımdan hər birinizə təşəkkürümü bildirirəm. 20 sentyabr şəhidlərin anım günüdür. Burada mən seçildiyim yardımlı Dandar şəhid atası Zahir, bəli, Azad Zahirovu görürəm. Azad kişini salamlayıram. Çox böyük hörmətim var. Burada çox gözəl mədəniyyət işçisi var. Yardımlı da mədəniyyətin inkişafında rolu olan bir şəxs var. Babanı salamlayıram. Babazadəni, yəni şəxsən tanıdığım insanlar və bütün qardaşlarımızı, bacılarımızı salamlayıram. 27 sentyabrın tarixi əhəmiyyətini bilməkdən ötürü tarixi keçmişə bir qısa nəzər yetirmək lazımdır. 27 sentyabr Azərbaycan tarixində bir dönüş anıdır. Bu tarixin gedişinin dəyişildiyi gündür. 27 sentyabr 44 günlük Vətən müharibəsinin başlanması bizim torpaqlarımızın düşmən işğalından azad edilməsinin başlandığı bir gündür. Bütün bir millətin tək yumruq olaraq dövlətimizin ətrafında, Müzəffər Ali Başkomandanımız, Cənab Prezidentimiz İlham Əliyev ətrafında birləşərək müharibəyə qalxdığı gündür. Bu müharibə xarakterinə görə azadlıq müharibəsi idi, ədalətli müharibə idi, vətəndaş müharibəsi idi. Vətən müharibəsi idi, çox üzr istəyirəm, vətən müharibəsi idi. Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qazanılan qələbə
əhəmiyyətinə görə Azərbaycan coğrafiyasını aşır. Azərbaycan torpaqları azad edildi. İlk dəfə olaraq bizim dövlət suverenliyimiz tam bərqərar edildi. Həmin əraziləri azad edən əsgər dünyanın ən qüdrətli əsgəridir. Onun relyefin, coğrafiyasını siz yaxşı bilirsiniz, gedibsiz, görübsüz. Onu keçən əsgər dünyanın ən güclü əsgəridir. Şəhidlər də millətimizin qəlbində əbədi yer tutub. O orduya rəhbərlik edən, o qələbəni qazanan komandanı isə dünyanın ən böyük strategi, ən böyük ali baş komandanıdır, ən böyük sərkərdəsidir. Bacarılmayan bir işi möhtərəm cənab prezidentimiz İlham Əliyev gördü və o torpaqlar şəhid qanı ilə yuyuldu, azad edildi. Bu qazanılan qələbə Azərbaycan coğrafiyasını aşır, Cənubi Qafqaza sülh gətirir. Bu qazanılan qələbə Türk dünyasının tarixində böyük bir dönüşdür. Bu tarixin gedişatının dəyişildiyi günün başlanmasıdır. Bu tarixin gərdişinin dəyişməsidir. Türk dövlətlərində, müstəqil dövlətləri olmayan Türk xalqlarında bir başucalıq yarattı. Bu hadisə yüzilliklərin planının vurub dağıdılmasıdır. Necə qondarma qurum yaranıb o sənədləri oxuyanda adam heyrətə qalırdı ki, bu torpaqları necə azad etmək olar? Çünki işğalçı Ermənistana barmaq uzatmaq, onun havadarlarına barmaq uzatmaqdır. Tək Ermənistan heç bir zaman tək başına Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Deməli, işğalçı ölkə üzərində qazanılan qələbə həm də onun havadarları üzərində qazanılan qələbədir. Bu 100 il əvvəlin səhvinin düzəldilməsidir. Həm Cumhuriyyət xadimlərinin, həm Sovet dövrü rəhbərlərinin, həm də 1991-ci ildən sonra dövlət müstəqilliyimiz bərpa edildikdən ötən müddətdə həll edilməyən bir problemi Cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan dövləti və milləti qəhrəman silahlı qüvvələrimizin sayəsində, milli birliyimiz sayəsində azad etdi. Bu böyük bir tarixi hadisə idi. Bu qələbə eyni zamanda beynəlxalq əhəmiyyət daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Bütün ərazimizdə ilk dəfə olaraq separatçılığın kökü bir dəfəlik kəsildi. Bu qazanılan qələbə ilə Azərbaycan tarixində yeni bir dövr başladı. Mümkün olmayanı dövlət başçımız mümkün etdi. Allah şəhidlərimizə rəhmət eləsin. Mümkün olmayanı mümkün edənlərsə dahilər olurlar. Ona görə min illiklər keçəcək. Millətimiz və dövlətimiz həmişə var olacaq və bugün xatırlanacaq, şəhidlərimiz ehtiramla alınacaq. Bu, milli qeyrət günüdür, milli vəhdət günüdür və elə bir gündür ki, millətin başını uca etmənin üstündəki ləkənin silinməsinin başlandığı bir gündür. Ona görə bugün bizim tariximizdə həmişə yaşayacaq və eyni zamanda belə bir qələbənin qazanılması oxşar vəziyyətlərdən əziyyət çəkən xalqlara da yol göstərir. Ona görə də onlar bugün
Azərbaycan təcrübəsini öyrənirlər. Böyük bir gündür, anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar həmişə bütün tariximiz boyu yaşayacaqlar, anılacaqlar. Allah şəhidlərimizə bir də rəhmət eləsin. Anar bəyə, Cəmaləddin bəyə bu toplantını, konfransı təşkil etdiyi üçün dərin təşəkkürümü bildirirəm. Qoy bayrağımız həmişə uca göylərdə dalğalansın. Heç bir zaman yerə enməsin. Qoy dövlətimiz daim güclü olsun. Təşəkkür edirəm sizə. Musa Hocam biz teşekkür ederiz. Burada şehit ailelerine de yürekten teşekkürler. Bütün şehitlerimizin ruhu şad olsun ki böyle güzel bir günü bize yaşattılar. Zaferi kastediyorum. Musa Hocam, Musa Bey'in nezdinde bütün Azerbaycan devletine minnet borçluyuz ki Türk dünyası olarak, İslam dünyası olarak başımızı dik tuttular ve gösterdiler ki yıllarca beklemenin bir alemi yok. Yeri geldiğinde kendi imkanlarımızla da bir zafer kazanmasını çok iyi biliriz. Onun için Musa Hocam nezdinde bütün Azerbaycan devletine, prezidentten her normal vatandaşa kadar hepiniz bizim gurur kaynağımızsınız ve sizlere çok teşekkür ederim. Çox sağ olun Cemalettin hocam. Cəmaləddin bəyə təşəkkür eləyirəm. Çox gözəl işlər görürsünüz. Sağ olun, var olasınız. Eyvallah. Aha. İndi isə artıq Koreyada gecə yarısıdır. Onun üçün ilk olaraq sözü Cənubi Koreyadan qatılan İnha Universiteti Hong Song xanıma vermək istəyirəm. 이제 홍소영 님께 발언 구원을 드리겠습니다. 홍소영, you can start. Salam, I'm Hong So-young from South Korea. 존경하는 여러분, Hörmətli iştirakçılar, 저는 대한민국을 대표하여 오늘 이 뜻깊은 국제회의에 함께하게 되어 큰 영광으로 생각합니다. 우선 우리 modu가 함께 기리는 아제르바이잔의 순국 용사들께 깊은 경의와 애도를 표합니다. mənim üçün böyük bir şərəfdir ki, bugün Koreya Respublikasını təmsil edərək bu mənalı beynəlxalq konfransda iştirak edirəm. İlk olaraq hamımızın birgə yad etdiyi Azərbaycan şəhidlərinə dərin ehtiramımı və ailələrinin başsağlığımı bildirirəm. 그들의 희생은 단순한 과거의 사건이 아니라 오늘 우리가 누리고 있는 평화와 독립의 소중함을 일깨워주는 역사적 교훈입니다. Onların fədakarlığı sadəcə keçmişin bir hadisəsi deyil, bugün bizim sahib olduğumuz sülh və müstəqilliyin necə dəyərli olduğunu xatırladan tarixi dərsdir. 젊은 세대인 우리는 순국한 영웅들의 용기와 헌신을 잊지 말아야 합니다. 그들이 흘린 피 위에 오늘의 자유가 세워졌으며 이는 우리 modu가 소중히 지켜야 할 가치입니다. Biz gənc nəsil olaraq qəhrəman şəhidlərin göstərdiyi igidliyi və sədaqəti heç vaxt unutmamalıyıq. Bugünkü azadlığımız onların şəhidliyi və şəhidliyi üstündə qurub və bu hamımızın qoruyub saxlamalı olduğu müqəddəs bir dəyərdir. 비록 저는 한국에서 온 학생으로서 아제르바이잔의 아픔을 직접 겪은 것은 아니지만 오늘 이 자리를 통해 그들의 희생이 국경을 넘어 전 세계 젊은이들의 마음속에 깊이 새겨지고 있음을 전하고 싶습니다. Mən hərçənd ki Koreyadan qatılmış bir tələbə olaraq Azərbaycanın yaşadığı ağrını birbaşa yaşamamışam. Lakin buradan demək istəyirəm ki, onların fədakarlığı sərhədləri aşaraq bütün dünyanın gənclərinin qəlbində dərin iz qoymuşdur. 아제르바이잔의 용사들이 보여준 사랑, 용기, 그리고 희생은 인류 보편의 가치입니다. 그 정신은 우리 모두 더 평화를 만드는 밑거름이 될 것입니다. Azərbaycan şəhidlərinin göstərdiyi sevgi, cəsarət və qəhrəmanlıq bəşəriyyətin ümumbəşər dəyəridir. Bu ruh bizi birləşdirir və daha ədalətli, daha sülh dolu bir dünyanın qurulması üçün təməl rolunu oynayır.
마지막으로 저는 오늘의 추모가 단순한 기억에 머무르지 않고 우리 세대가 평화와 정의를 위해 함께 행동하는 출발점이 되기를 간절히 soğamamnida. Sonda ümid edirəm ki, bugünkü anı mərasimi sadəcə xatırlama ilə kifayətlənməyəcək. Bizim nəslimizin sülh və ədalət uğrunda birlikdə hərəkət etməsinin başlanğıcı olacaqdır. 영원히 잊지 않겠습니다. 감사합니다. Onları heç vaxt unutmayacağıq. Çox sağ olun. Biz də təşəkkür edirik Hong Seong. Həm dərin məzmunlu, həm səmimi çıxışınıza görə təşəkkür edirik. Həqiqətən Hong Seong'un çıxışı Azərbaycan, Koreya gənclər arasında, ümumiyyətlə millətlər arasında dostluğun, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verir. İnanıram ki, Hong Seong dediyi kimi bu konferans, bu duyğular gələcək nəsillər üçün də bir örnek olacaktır. Cemal'cığım sizin de sözünüz varsa buyurun. Daha sonra ikisini Benim birlikte. sözüm zaten Kore geçtiği zaman bizim Korelilerin çok güzel anılarımız var biliyorsunuz. Yani çok çok severiz. Ayla filmini seyretmişsinizdir. Onun için Kore denilince ben bizden bir parça olarak görüyorum. Ve Hong'a da yürekten teşekkür ediyorum. Zaten Korece yazdım oraya. Değerli Ah, Hong Hanım, çok teşekkürler. Sana da özelden yazdım. Yani çok teşekkürler. İyi ki katıldınız. Bu Azerbaycan davası aynı zamanda aslında Kore'de ilgileniyor. Çünkü Kore'nin Kurtuluş Savaşı'nda da biz Türkler olarak dahil olmuştuk. Kore'yi çok seviyoruz. O da birçok şehitlerimiz var biliyorsun, gördün zaten. aynen Cemal'cığım Busan Türkçe ekliğinden. Evet. Hong Seong님 듣고 주신 어린 용서에 감사드립니다. 당신이 말씀은 한국과 아제르바이잔 조국년들 사이 정과 연대를 더욱 굳건히 하는 데 큰 의미가 있습니다. 이 마음이 미래 세대에게도 성중 한번보기가 드리려 믿습니다. Das ist für Hong und Korea. Thank you. Şimdi ise gedək Moğolistan'a. Moğolistan Dövlət Universitetinin Namungo Otkon Çimek xanıma verək sözü. Namungo, nasılsın? Hello, Hoş geldiniz. herkese merhaba demek istiyorum. Merhaba, hoş Öncelikle geldiniz. teşekkür ederim. Saygıdeğer katılımcılar, kıymetli dostlar. Bugün Moğolistan gençliği adına bu anlamda toplantıda sizlere bir arada olmaktan büyük bir onur duyuyorum. Burada toplanmamızın amacı özgürlük ve bağımsızlık uğruna canlıların feda eden Azerbaycan'ın kahraman şehitlerini anmaktır. Onların cesareti ve fedakarlığı bizlere evrensel bir mesaj bırakmaktadır. Gerçek güç baskıdan veya zorbalıktan değil, vatan sevgisinden, adalet duygusundan ve insan onurunu koruma iradesinden doğar. Bu değerler yalnızca Azerbaycan halkına ait değildir. Tüm insanlığın ortak değerleridir. Şehitlerin hatırası biz gençlere sorumluluklarımızı hatırlatmaktadır. Bugün bizler belki savaş meydanında değiliz. Ancak barışı savunmak, adaletin yanında durmak, halklarımız arasında dostluğu ve dayanışmayı güçlendirmek bizim görevimizdir. Günlük hayatımızda sergilendiğimiz en küçük iyilik dahi onların fedakarlığın devamı niteliğindedir. Moğolistan ve Azerbaycan arasındaki mesafe coğrafi olarak uzak olabilir fakat gönüllerimiz birdir. Bugün farklı ülkelerden gelen gençlerle birlikte olmamız şehitlerin mirasının sınırları aştığını ve insanlığı birleştiren evrensel bir güç olduğunu göstermektedir. Moğolistan gençliği adına Azerbaycan kahraman şehitlerini rahmetle ve saygıyla anıyor. Azerbaycan halkına en içten dayanışma duygularımı sunuyorum. Onların aziz hatırası bizlere daima barış, adalet ve kardeşlik yolunda ilham versin. Teşekkür ederim. Namungo, hayırlı akşamlar. Biz teşekkür ederiz. Zaten Moğolistan dediğimiz zaman Türk dünyasından asla ayırmıyoruz. Bütün Moğol halkına sizin nezdinizde teşekkür ediyoruz. Rica ederim.
Çox sağ olun Namunqo xanım, təşəkkür edirik. İndi isə gedək Qazaxıstana. Qazaxıstandan Gumilev Avrasiya Milli Universitetindən Nazarke Kalibekova xanım aramızdadır. Sözü ona vermək istəyirəm. Buyurun Nazarke xanım. Nazarke Hanım hoş geldiniz. Konferansın organizatörleri ve değerli katılımcılar, bugün burada Azerbaycan'ın kahraman şehitlerini anmak için toplandık. Kazakistan gençliği adına konuşmak benim için büyük bir onurdur. Bu için sizlere, özellikle size Anar Bey çok teşekkür ederim. Rica ederim. Şehitler en değerli varlıklarını, canlarını, halklarının özgürlüğü ve onuru uğruna feda ettiler. Onların cesareti sadece Azerbaycan'a değil, tüm insanlığa örnektir. Bu fedakarlık bize hatırlatıyor ki, özgürlük ve barış kolay kazanılmaz. Onlar cesaret, emek ve sadakatin ürünüdür. Kazak halkı da kahramanların daima anıyor. Bizde de İkinci Dünya Savaşı'nda büyük fedakarlık gösteren Alia Muldagılova ve Manşuk Mametova gibi cesur kızlarımız vardır. Onların hatırası bizim halkımıza, Azerbaycan şehitleri gibi bizim halkımıza güç ve ilham kaynağı olmaktadır. Biz gençler gerçek gücün silahlarda değil, adalet, cesaret, sadakat ve barış ile kardeşliği savunma iradesinde olduğunu unutmamalıyız. Ortak görevimiz şehitlerin mirasını geleceğe taşımak ve barışçıl, adil bir gelecek inşa etmektir. Bu etkinlik sadece bir anma töreni değil, aynı zamanda Kazakistan ve Azerbaycan arasındaki kardeşlik bağlarını daha da güçlenmesidir. Kazakistan gençliği adına şehitlere saygılarımı sunuyor. Azerbaycan halkıya dayanışma duygularımı ifade ediyorum. Kahramanlarının hatırası bizlere daima güç, cesaret ve ilham versin. Teşekkür ederim. Biz teşekkür ederiz. Sizin nezdinizde bütün Kazakistan'da selamlarımızı yolluyoruz. Zaten kardeş ülkemiz, zaten can ülkemiz Kazakistan. Ana yurdumuz, Evet. ata yurdumuz. Onun için buradan hepinize yürekten selamlar. Teşekkür ederiz. Rica ederim. Çox sağ olun Nazarka xanım. Təşəkkür edirik. İndi isə İndoneziyaya gedək. Aşva xanımı biz daha öncə də bir neçə dəfə qonaq etmişdik. İndi də aramızda görməyə şadıq. Tanışmıştık daha önce, evet. Bəli, bəli. Now I will give the floor to Ashwa Zinna Zahida. Yes, Ashwa. Hello. Hello. Hello, everyone. First of all, I feel deeply honored to join this meaningful event alongside young people from different countries. Today, we came together to pay tribute to the heroic mastery of Azerbaijan, whose courage and sacrifice continue to inspire generations. Əvvəlcə demək istəyirəm ki, müxtəlif ölkələrdən gəlmiş gənclərlə birlikdə bu mənalı tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bu gün biz nəsillərə ilham verən Azərbaycanın qəhrəman şəhidlərinin igidliyi və fədakarlığına yad etmək üçün toplaşmışıq. As a medical student, I have learned to value life in every form. Every day, we study how to preserve, protect, and care for life. And yet, today reminds us that some lives, though tragically lost, continue to live the hurts, memories, and values they left behind. In the Quran, it is said that those who have sacrificed their lives for the fire dogs are not dead. They are alive, though we may not see them. This is a powerful reminder that courage, honor, and dedication are eternal.
Tibb tələbəsi olaraq mən həyatın hər bir formasını dəyərləndirməyi öyrənmişəm. Hər gün biz həyatın qorunması, müdafiəsi və qayğısı haqqında öyrənirik. Lakin bu gün bizə xatırladır ki, bəzi həyatların e, itirilməsinə baxmayaraq, onların qəlblərdə, xatirələrdə və qoyduqları dəyərlərdə yaşayırlar. Qurani Kərimdə də buyurulur ki, haqq yolunda canını qurban verənlər ölü deyil, onlar diridirlər. Sadəcə biz onları görə bilmirik. Bu cəsarət, şərəf və fədakarlığın əbədi olduğuna dair güclü bir xatırlatmadır. We all come from different fields, medicine, engineering, arts, and more. But today, we share a common responsibility to honor their behavior by promoting peace, compassion, and solidarity in our own communities. Biz müxtəlif sahələrdən tibb, mühəndislik, incəsənət və s. yəni bu konfransda toplanmışıq. Amma bu gün ortaq məsuliyyətimiz var. Onların qəhrəmanlığına öz icmalarımızda, toplumlarımızda sülhü, mərhəməti və həmrəyliyi təşviq etməklə ucaltmaq. This commemoration is also a moment to reflect on our own roles as a young people. Even small acts of kindness, support, or understanding can create a ripple effect that builds a stronger, more compassionate society. By remembering the sacrifice of the martyrs, we strengthen our communication to values that unite us and guide us our actions. Bu anım həm də gənclər olaraq bizim öz rollarımız üzərində düşünmək üçün bir fürsətdir. Kiçik bir xeyirxahlıq, dəstək və ya anlayış addımı belə daha güclü və mərhəmətli bir cəmiyyətin qurulmasına yol aça bilər. Şəhidlərin fədakarlığını xatırlamaqla bizi birləşdirən və bizi istiqamətləndirən dəyərləri olan bağlılığımızı gücləndiririk. I am truly grateful for the opportunity to speak today. Let us all continue to honor and the heroic martyrs, remembering that their spirit lives on in every act of courage, care, and solidarity we carry forward. Together, we can make their legacy an inspiration for generations to come. Thank you. Bugün söz demək fürsəti üçün səmimi minnətdarlığımı bildirirəm. Gəlin qəhrəman şəhidləri daim ucaldaq, onların ruhunun hər bir cəsarət, qayğı və həmrəylik addımında yaşadığını unutmayaq. Birlikdə onların mirasını gələcək nəsillər üçün ilhama çevirə bilərik. Thank you, and I wish this event great success. Çox sağ olun və bu tədbirə uğurlar arzulayıram. Aşvar çok teşekkürler. Zaten Endonezyalıları gördüğün zaman hep bizim Başkurt atalarına benzetirim. Bir kere sana anlatmıştım bana. Endonezya televizyonu bizim müzede program yapmıştı. Bizim Başkurt kıyafetlerini giydirmiştim ve tam da uymuştu. Onun için burada Aşvar nezdinde bütün Endonezyalılara teşekkür ederiz. Canımızdır onlar. Hani dünyada barışçıl yüzleriyle tanınan ender halklardandır. Çok teşekkür ederiz. İlk öncə, I sincerely thank you for your profound and hair-lift speech. Your words contribute to further strengthening the friendship and solidarity between the youth of Indonesia and Azerbaijan. And Cemalettin Hoca asked I compare Indonesians to Bashkurt Tatars. They are known for their peaceful faces. Peaceful. Thank you. Thank you. İndi isə hara gedək? İndi isə gedək Türkiyəyə. Türkiyədən Erzincan Binali Yıldırım Üniversitesindən Afra Betül bayraq tutan xanım aramızdadır. Buyurun Afra xanım, söz sizdədir. Hoş geldiniz efendim. Hoş buldum. Teşekkür ederim. Sizler de hoş geldiniz. Değerli temsilci arkadaşlarım da hoş gelmişler. Gazi ve şehit yakınlarımız ve programa katılan tüm misafirler hoş geldiniz öncelikle. Sözlerime Bakara suresinde geçen Allah yolunda öldürülenler için ölüler demeyin. Hayır, onlar diridirler fakat siz bilemezsiniz. Ayet-i kerimesini anımsayarak başlamak istedim. Arkadaşım da aynı şekilde dile getirdi. Azerbaycan ordusunun topraklarının bütünlüğünü korumak ve kurtarmak için başlattığı mücadelenin ardından şanlı zaferle mücadeleyi tamamladılar.
Elde edilen bu şanlı zafer Azerbaycan halkının yiğit vatan evlatlarının canı ve kanı pahasına kazanıldı. Şehit ve gazilerin milli mücadele ruhuyla yazdığı kahramanlık destanı hem Azerbaycan devleti hem de Türk dünyası tarafından yüksek bir değer ve öneme de sahip olmuştur. Şehitlerin kıymetli hatırasını yalnızca 27 Eylül'de değil, 27 Eylül anım günümde değil de her zaman saygıyla, hürmetle anıyoruz, yaşatıyoruz bugün de olduğu gibi. Karabağ'da şehit düşmüş kahraman askerlerin anısına bu platformda bir araya gelip hatıralarını, mücadele ruhunu ve bağımsızlığı, kardeşliği yad ediyoruz. Vatan uğrunda canını feda etmiş tüm şehitlerimizin gösterdiği bu fedakarlıklar, kahramanlıkları bizlere azmi, birliği, fedakarlığı da aynı şekilde devam ettiriyor. Ve gelecek nesiller için de bunların muhafaza edilmesini, ayrıca kolektif hafızanın oluşmasına da katkı sağlamaktadır. Sorumluluk bilincinin gelişmesine de ön ayak olmuştur. Örnekleri oluyor yine bizler için de. Vatan, namus, din uğruna şehit düşen tüm şehitlerimizi rahmetle yad ediyoruz. Yine Türkiye ve Azerbaycan tek millet, tek kardeş kısmına da değinmek istedim ayrıca. Konuşmalarımı da tamamlarken milli şairimiz, Azerbaycan milli şairi Ahmet Cevat'ın şiiriyle tamamlamak istedim. Azerbaycan, Azerbaycan, ey kahraman evladın nişanlı vatanı, senden ötürü can vermeye cümle hazırız, senden ötürü kan dökmeye cümle kadiriz. Üç renkli bayrağınla mesut yaşa, üç renkli bayrağınla mesut yaşa. Tekrardan şehitlerimizi yad ediyorum, gazilerimize de hürmetle anıyorum. Programa katılıp dinlediğiniz için herkese teşekkürler. Afra kızım çok teşekkürler. Hatırlarsan demiştim ki iki yönden seviliyorsun. Bir Türkiye bir de kızımın adını taşıdığın için. Evet, biliyorum. Hatırladın değil Teşekkür mi? ederim. Tekrar görmekten çok çok mutluluk duydum. İnşallah daha sık sık görüşeceğiz. Çok teşekkürler kızım. Sağ olun. Çox sağ olun Afra xanım. Təşəkkür edirik. Rica ederim. İnci sözü Qırğızstandan. Üzr istəyirəm bir dəqiqə. Evet yine bir ata yurduna gidiyoruz. Aziz Evet. Bek hoş geldiniz. Orta Asya Amerikan Üniversitesi'nden Aziz Bek, Ulu Murat Bek'e vermek istiyorum. Buyurun Murat Bek, söz sizde. Assalamu alaikum, hürmetli iştirakçılar. Good evening, dear respected participants. It is a great honor for me to join this meaningful international conference on behalf of the youth of Kyrgyz Republic. On this day, we stand together with the martyrs of Azerbaijan, whose courage and sacrifice remain a great source of inspiration not only for the Azerbaijan people but also for the entire world. Bugün Qırğızstan gəncləri adından bu mənalı beynəlxalq konferansda iştirak etmək mənim üçün şərəfdir. Bugün biz Azərbaycanın qəhrəman şəhidlərini yad etmək üçün bir araya gəlmişik. Onların göstərdiyi igidlik və fədakarlıq təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ilham mənbəyidir. The martyrs' devotion reminds us that freedom, peace, and dignity comes at a high price. Their sacrifice is not just a memory of the past, but a guiding light for the future. It teaches us that true strength lies not in power, but in courage, love for one's homeland, and the willingness to protect universal values. Şəhidlərin sədaqəti bizə xatırladır ki, azadlıq, sülh və ləyaqət üçün böyük qurbanlar bahasına əldə olunur. Onların fədakarlığı sadəcə keçmişin tarixi xatirəsi deyil, gələcək işıq saçan bir mayaqdır. Bu bizi öyrədir ki, həqiqi güc zorakılıqda deyil, cəsarətdə, vətən sevgisində və ümumbəşəri dəyərləri qorumaq iradəsindədir. As young people, regardless of where we come from, Kyrgyz Republic, Azerbaijan, or any other country, we share a common duty to uphold the legacy of the martyrs by building a more peaceful, just, and compassionate world. Even small actions of kindness and solidarity in our daily lives hugely contribute to this noble mission.
Gənclər olaraq istər Qırğızıstandan, istər Azərbaycandan, istərsə də başqa ölkələrdən olaq, ortaq borcumuz şəhidlərin mirasını yaşatmaq, daha sülh dolu, ədalətli və mərhəmətli bir dünya qurmaqdır. Gündəlik həyatımızda etdiyimiz kiçik xeyirxah əməllər və həmrəylik addımları belə bu uca məqsədə xidmət edir. Today's commemoration is not only about remembering the fallen heroes of Azerbaijan, but also about strengthening the bonds between our nations. Their sacrifice unites us beyond borders, reminding us that values of peace and brotherhood are universal. Bugünkü anım təkcə Azərbaycan qəhrəman şəhidlərini yad etmək deyil, həm də xalqlarımız arasında dostluq tellərini gücləndirmək üçündür. Onların şəhidliyi bizə sərhədləri aşaraq sülh və qardaşlıq dəyərlərinin ümumbəşəri olduğunu xatırladır. On behalf of the Kyrgyz Yos, as a representative of my country, I express my deepest respect to the martyrs and my solidarity with the people of Azerbaijan. May their memory forever inspire us to work for a brighter future together. Thank you very much. Qırğızıstan gəncləri adından şəhidlərə dərin ehtiramımı bildirir. Azərbaycan xalqı ilə həmrəyliyimi ifadə edirəm. Onların xatirəsi daim bizim üçün ilham mənbəyi olsun. Çox sağ olun. Değerli Murat Bey, katışkanızga çok rahmet. Kırgızca duymak isterdim biraz ama olsun. Cansınız. Teşekkür ederim katıldığınız için. Çok sağ olun. Çox sağ olun Murad bəy, təşəkkür edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetindən Mirzəhra Hüseynzadəyə söz veririk. Buyurun Mirzəhra xanım, söz sizdədir. Zehra kızım hoş geldiniz. Daha önce de tanışıyoruz. Başımız Hoş bulduk tekrar Cemalettin Hocam. görüşmek üzere. Teşekkür Hoş ederim. geldiniz. Hoş bulduk. Teşekkür ederim hocam. Allah razı olsun. Dinlerinizden. Əziz dəyərli Cemalettin Hocam, anar qardaşım, hörmətli şəhid qazi ailələrimiz, möhtərəm qonaqlar, konfrans iştirakçıları, hər birinizi ürəkdən salamlayıram. Bu özəl gündə, mənalı bir gündə sizlərlə bir arada olub şəhidlərimizi yad etmək mənim üçün böyük iftixar və qürur vericidir. Çox təşəkkür edirəm ki, dəyər vermisiniz. Şəhidlərin yad edilib əziz tutulduğunu görmək doğrudan da sevindirici haldır. Allah hər birinizdən razı olsun. Bu günlər şəhidlərimizin günləridir, bu günlər qəhrəmanlarımızın günləridir. Çox gözəl oğullar qurban verdik biz. Həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ müharibəsində, eləcə də aprel döyüşlərində. Deməkdə məqsədim odur ki, bir-birindən gözəl oğullar, uğurlu, müvəffəqiyyətli, yaşamağa hamıdan çox ləyaqətli oğullar hər baxımdan seçilmiş o əzizlər şəhadət libasını əyinlərinə geyməklə bizi düşündürdülər ki, torpaq uğrunda canından keçməyə dəyər. Bunu öyrətdilər bizə. Hüseyn Cavidin dili ilə desəm, ölüm var ki, həyat qədər dəyərli. Doğrudan da. Yəni onlar öz şəhadətləri ilə əslində həyat tapdılar. Bir mənada Quran ayəsini əzizlərimiz dedilər. Mən fərqli aspektdən o ayəyə yanaşmaq istəyirəm ki, şəhidlərimiz diridirlər ayəsi. Diri deyəndə bəzən elə başa düşürük ki, ürəyimizdə, qəlbimizdə yaşayırlar. Bəli, yaşayırlar və yaşatmalıyıq. O bizim boynumuza düşən bir vəzifədir, borcumuzdur. Bu işin bir tərəfidir. Amma ayənin diridir demək istədiyi də məqsədi bilirsiniz nədir? Çünki adama sual verərlər ki, tək şəhidlər mi diridir? İnsanlar öləndə məhv mi olurlar? Xeyr, Allah insanı əbədiyyət üçün yaradıb. Mömin də kafir də əbədi olacaq. Bəs yaxşı, Allah ki diridir, nə mənada deyir o diridir? Yəni o mənada ki, şəhidlər ölümsüzdürlər. Bütün insanlar əbədiyyət üçün yaşayırlar, amma şəhidlər ölümsüzdürlər. Ölümə meydan oxuyurlar. Yəni, baxın, biri 50 il yaşayır, dünyasını dəyişir, əməl dəftəri bağlandı. Nə qədər əməllər etmişdirsə, o da yekunlaşdı. Dünya ilə əlaqəsi kəsildi. Amma şəhidlər diridir deyəndə Allah demək istəyir ki, dünya ilə əlaqəsini kəsməmişəm, əməl dəftəri açıqdır. Bəzi şəhidlər olacaq, məhşərdə deyəcəklər, bunun 200 milyon il yaşı var. Nə deməkdir bu? Yəni, qiyamətə qədər əməl dəftəri açıqdır, Allah ona savab yazır. Yəni, bu mənada şəhidlərimiz diridirlər. Qəlbimizdə yaşamaqda o ayrı bir məsələdir. Və Bəxtiyar Vahabzadə də elə gözəl bu ayəni misraya çəkib ki, deyir, biz vətən naminə ölsək, dirilərdən diriyik. Tam mənasında. Və yaxud da deyir, bizim şəhidlərimiz Haqqın kitabında imzamız oldu. Eyni ayənin, yəni timsalıdır demək olar və
Bir şey dediyim ki, şəhidlər o qədər ali məqamdadılar ki, deyir peyğəmbərlər onları görəndə məhşərdə ayağa qalxıb ehtiram eləyəcəklər. Hətta soruşdular ki, şəhidlər yara alanda ağrı hiss eləyirlərmi? Məsum buyurdu ki, bir dənə zəhmət olmasa baxarsınız, deyir iki barmağı məsələn əlinlə tutsan, ağrı hiss eləyərsən, hiss eləməzsən ki, onlar da elə hiss eləmirlər. Yəni bax, mənim təsəlli verməkdən xoşum gəlmir şəhidlərə, çünki şəhid ailələri bədbəxt deyirlər ki, onlara təsəlli verəsən. Onlar xoşbəxt insanlar. Onlar aləmin göz bəbəyidirlər. Onlara təsəlliyə ehtiyac yoxdur. Onlara bəşarətə ehtiyac var. Müjdə vermək lazımdır. Bax, mən sizə bir bəşarət verim. Allah deyirəm, mən demirəm. Allah Teala buyurur ki, hədislərimizdə onu təsdiq edir ki, şəhidə 70 fəzilət verirlər ki, onun ən kiçik günahlarının bağışlanmasıdır. Görün nə qədər ali bir məqamdır və ona görə mən şəhidlərimizə təşəkkür edirəm. Onların ailələrinə təşəkkür edirəm ki, biz bu günləri əgər nə isə torpaqlarımızın üzərində sağlam gəziriksə, qürurla gəziriksə, onlara borcluyuq doğrudan da. Və İlqar İsmailzadənin bir cümləsi ilə desəm, bəşəriyyət tarixinin şamıdır şəhidlər. Özləri əriyirlər fədakarlıqları ilə, özlərini aradan aparsalar da cismən, amma zülmətləri, qaranlıqları nura çevirirlər. Yəni öz şəhadətləri ilə insaniyyətə nuraniyyət bəxş eləyirlər. O yüzden o dəyərləri daha da dəyərli eləyirlər. Torpağın öz-özlüyündə bir dəyəri yoxdur. Onu dəyərli edən şəhidin o müqəddəs paşqanıdır ki, Mithat Camal Kuntayın bir maraqlı gözəl cümləsi var. Deyir, bayraqları bayraq yapan üstündəki kandır. Topraq əgər uğrunda ölən varsa vatandır. Mehmet Akif Ersoy da gözəldir. Deyir, bastığın yerlərə topraq deyərək keçmə tanı. Nəyi tanı? Düşün altında minlərcə kəfənsiz yatan. Sən ayağını torpağa basırsan, amma bir fikirləş o torpağın azad olunması uğrunda qanlar tökülüb, torpağın altında şəhidlər yatır. Əgər biz onları yad etməsək, əgər biz onları xatırlamasaq, gəlmə qərq olarıq. Seyid Əzim bilirsiniz nə deyir? Seyid Əzim deyir ki, kim ki bilməzsə vətən Yusifinin qiymətini, misli Yaqub düşər axırı Beytül Həzənə. Həzrəti Yaqub əleyhissalam qəm evinə düşmüşdü də gözlərinə ağ gəlmişdi ağlamaqdan oğlu Yusifin həsrətindən. Deyir, kim ki vətən Yusiflərinin qiymətini bilməsə, xatırlamasa, dəyər verməsə, onlar da Yaqub kimi qəmə düşəcəklər. Ona görə bizim boynumuzun borcudur əziz şəhidlərimizi xatırlamaq, yad eləmək və bir şey də deyim ki sizə, şəhidlik həyat tərzidir ya əzizlər. Yəni o demək deyil insan elə getsin müharibəyə, güllə dəysin, yaralansın, şəhid olsun. Xeyr, şəhidlər bizə öyrədir ki, şəhid kimi yaşayın siz də. Müəllim, tələbə, həkim fərqi yoxdur. Təkcə şəhid həyat tərzi ilə yaşamalıdır ki, şəhid olsun. Yəni əgər şəhid kimi yaşamasaq, şəhidlik nəsib olmayacaq bizə. Gərək keyfiyyətli yaşayasan ki, keyfiyyətli ölüm Allah bizə nəsib eləsin. Məsələ bundan ibarətdir. Abbas Səhədin bir cümləsini də deyim. İndi ədəbiyyatı mövqeyindən yanaşdığımı bu şəkildə istəyirəm bütün ədiblərimizə müraciət edeyim. Abbas Səhət deyir ki, vətənin neməti nisyan olmaz. Yəni vətənin bizə verdiyini unutmaq olmaz. Naxələflər ona qurban olmaz. Naxələf insan gedib özün vətən yolunda qurban eləməz. Vətən yolunda o şəxs özün qurban eləyir ki, mərifətli, əxlaqlı, imanlı insanlardır. Doğrudan baxırsan, Allah elə bil ki, özü seçib. Yəni, o qədər dəyərli insanlar şəhid olur ki, ailələri ilə danışırsan, yaxınları ilə danışırsan, deyir, o qədər gözəl sözlərdir ki, o şəhid barəsində. İnsan məəttəl qalır. Yəni, deyirsən ki, Xudavənd aləm, nə gözəl yaratmısan sən bunları. Sanki özəl olaraq seçimsən. Amma biz bilməliyik ki, o birdən-birə olmur. Onlar o həyat tərzini yaşayırlar ki, ona nəsib olur. Bizim şəhidlərimizdə baxın, çox ədəbli, əxlaqlı şəxsiyyətlər idilər. Elə yaşadılar ki, özləri gülə-gülə getdilər. Biz onların ardınca ağladıq və ağlamalıyıq. Çünki elə bir dəyərli şəxsiyyətləri itirmişik. Yəni, həyatın fəlsəfəsi bu cümlədə gizlidir. Bunu da deyib tamamlayıram. Deyir ki, sən elə yaşa ki, sən gülə-gülə dünyanı dəyişəsən, insanlar səni ağlaya-ağlaya yola salsınlar. Yəni, sən ona görə sevinirsən ki, Rəbbinə qovuşursan, insanlar səni yola saldığına görə ağlayır ki, sən o cür dəyərli şəxsiyyətsən, təbii ki, səni itirdiyinə görə insanlar üzüləcəklər. Ona görə həmd olsun ki, belə şəhidlərimiz var, mən hər birinin qarşısında baş əyirəm və o ailələrin qarşısında baş əyirəm. Çünki şəhidi şəhid edədir, atadır, valideyndir. Ananın südü, ananın əxlaqlı, tərbiyəvi moizələri, nəsihətləri, atanın o halal zəhmətidir ki, onu şəhid edir. Ona görə mən sizə təşəkkür edirəm ki, belə dəyərli proqram hazırladınız, şəhidlərimizi yad elədiniz və bizləri də vəsilə etdiniz. Minnətdarlığımı bildirirəm hər birinizə. Allah şəhidlərimizi bizlərə duaçı qərar versin inşallah. Təşəkkür edirəm.
Amin Mirzara kızım, çok teşekkürler. Çok güzel şekilde açıklamış oldun. Burada hepimizin duygularına da oldun. Azerbaycan gençliğine, Azerbaycan'a yürekten teşekkürler senin nezdinde. Minnətdaram hocam, təşəkkür edirəm. Ben teşekkür ederim. Çok sağ olun Mirzəhra xanım. Hadi Hulkarı'ya geçək. Hulkarı, eşitirsən bizi? Hamınızı bir daha canı könüldən, ürəkdən salamlayıram. Aleykümselam. İlk öncə mən bu konfransda iştirak etdiyimə görə konfransı təşkil edənlərə, Cəmaləddin hocamıza, Anar bəyə mən də öz təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm. Və burada Özbəkistandan mən iştirak etdiyim üçün də bu mənim üçün də çox yəni çox qürur verici bir şey və çox xoşbəxtəm, çox sevindim. Və çünki bu konfransda iştirak etmək, bu konfransda Azərbaycan şəhidlərini birlikdə anmaq, onları yad etmək elə bir şeydir, yəni elə bir hissdir ki, bu hissi sözlərlə, danışmaqla insan çatdıra bilmir. Burada bizim Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bilirsiniz, Daşkənddə fəaliyyət göstərir və bu mədəniyyət mərkəzi mənimlə əlaqəyə keçdilər və mənə dedilər ki, bizdə bir əsər var. Bu əsərin adı Şuşada bitən yuxu. Siz bunu özbək dilinə tərcümə edə bilərsinizmi? Yəni sizə inana bilərikmi deyə mənimlə əlaqə saxladılar. Və mən də bu kitaba baxdım. Kitabın o əsərin adı Şuşada bitən yuxu idi. Və bu kitabı biraz olsa da oxuyandan sonra mən artıq dedim ki, mən bu kitabı əlbəttə tərcümə edirəm. Özbək dilinə tərcümə edirəm və bu kitabı, bu əsəri özbək gəncləri də, Özbəkistanda yaşayan insanlar da, yəni hər kəs bu kitab haqqında bilməlidir. Niyə? Çünki bu kitab məhz bu vətən müharibəsinə həsr olunub, vətən müharibəsində canından keçən, öz həyatından keçən şəhidlərimizə, əskərlərə, rəsadətli Azərbaycan ordusunun əskərlərinə həsr olunmuş bir kitab idi. Yəni, əslində bu kitabın tərcüməsi bitdi. Allah qoysa bir həftədən sonra çap olunacaq. Mən niyə bu kitab ərzindən qısa olsa da danışmaq istədim? Çünki mən Qarabağ müharibəsi haqqında oxumuşam, dünya informasiyalarında da, digər dillərdə də oxumuşam. Amma bu kitabı tərcümə edəndən sonra da mən artıq bildim ki, Qarabağın azad olunması çox çətin bir dönəm olub və analar, uşaqlar, qadınlar, kimsə varsa Qarabağın azad olunmasında onlar da iştirak ediblər və mən başa düşdüm ki, əslində Azərbaycanın oğlanları, Azərbaycan ordusu elə bir işğaldan azad ediblər ki və onların belə bir mərd olduqlarını, onların cəsarətlərini əslində mən deyirəm ki, sadəcə Azərbaycan yox, digər ölkələr də gərəkirsə dünya da bilməli, eşitməli. Allah razı olsun Hulkarı. Biz də sənə təşəkkür edirik. Həm dəyərli araşdırmaların üçün, həm tərcümən üçün. Çox sağ ol, çox məmnun olduq. Var olasın. Mən də sizlərə bir daha təşəkkür edirəm və hamınıza belə bir söz verirəm. Artıq mən Özbəkistanlı bir gəncəm və Azərbaycanın həqiqətləri Özbəkistanda yayılmasında, Özbəkistanda eşidilməsində də mən də çalışıram, mən də kömək edirəm. Yəni bundan sonra Özbəkistan, Azərbaycan dostluğu əbədi olmasında da mən həmişə çalışıram. İnşallah. Allah qoysa. Teşekkürler. Çok sağ ol, teşekkür ederim. Şimdi gidiyoruz hocam Pakistan'a. Pakistan'a, okay. Evet, indi ise sözü now I will give the floor to Akhtar Muhammad Mandokayl. Yes. Can you hear me, Akhtar? Mahtar Muhammed Mandokey. Şumaliyat Kabahat Şakariya. Hoş geldin. Thank you, Anar, for giving me a chance. Today we come together as World Youth to remember
September 27, Memorial Day, a day of sacrifice, honor, and everlasting pride for Azerbaijan. Bugün biz dünya gençleri olarak 27 sentyabr anım gününü yad etmək üçün bir araya toplanmışıq. Bugün Azərbaycan üçün şərəf və əbədi qürur günüdür. Continue. Dear audience, martyrs never fade away. They lie forever in the soil of a nation. Their bloods nourishes the soil. Their names shape history and fabric of the nation. Inspired generation. Many of us heroes were as young as us. While we sit in a classroom or join gathering like this, they stood on the battlefield, carrying the prayers of their mothers and the hope of their fathers and the dream of a free tomorrow. Əziz dinləyicilər, şəhidlər heç vaxt unudulmur. Onlar bir millətin ruhunda əbədi yaşayır. Onların qanı torpağı bəsləyir, adları tarixi formalaşdırır, ruhları isə nəsillərə ilham verir. Bu qəhrəmanların çoxu bizim qədər gəncdir. Biz sinif otaqlarında oturarkən və ya bu kimi tədbirlərdə iştirak edərkən onlar döyüş meydanında dayanırdılar, analarının dualarını, atalarının ümidlərini və azad sabah arzusunu çiyinlərində daşıyaraq. Continue, Akhtar. As the youth of the world, their sacrifice give us a responsibility to value peace, to protect unity, and to stand against injustice anywhere in the world where it exists. It rises when one nation secure its freedom, the whole of humanity stands stronger than this. Dünya gəncləri olaraq onların şəhidliyi bizə bir məsuliyyət verir. Bu məsuliyyət sülhü qiymətləndirmək, birliyi qorumaq, harda oluruqsa olaq, ədalətsizliyə qarşı dayanmaqdır. Bir millət azadlığını təmin etdikdə bütün bəşəriyyət güclənir. Continue. So today, as we commemorate Azerbaijan martyrs, let us make a promise that we'll never forget them, a promise that their courage will guide us, and a promise that we, the global youth, will carry forward the torch of peace and solidarity with Azerbaijan and every field from every country. Odur ki, bugün Azərbaycan şəhidlərini yad edərkən gəlin bir vəd verək. Onları heç vaxt unutmayacağımıza dair vəd, onların cəsarətinin bizə yol göstərəcəyinə dair vəd və biz dünya gəncləri olaraq sülh və həmrəyliyin məşəlini daşıyacağımıza dair vəd. Continue, Akhtar. On this Solomon Memorial Day, we bow our head in respect, we raise our hearts in gratitude, and we lift our voices with one united message. Bu əziz anım günündə biz başlarımızı ehtiramla əyir, qəlblərimizi minnətdarlıqla qaldırır və səslərimizi vahid bir mesajla yüksəldirik. Continue. Your sacrifice will never be forgotten. Your courage will always inspire us in today's and the next generation, and your legacy will forever shine as light for the future upcoming generations in the world. Sizin şəhidliyiniz heç vaxt unudulmayacaq. Sizin cəsarətiniz hər zaman bizə ilham verəcək və sizin mirasınız gələcək nəsillər üçün həmişə bir işıq kimi dünyada həmişə bir işıq kimi parlayacaq. Continue, Akhtar. Long live the memory of the martyrs of Azerbaijan. Long live peace, unity, and youth solidarity across the world. Thank you for having me, sir. Yaşasın Azərbaycan şəhidlərinin əziz xatirəsi, yaşasın dünyada sülh, birlik və gənclərin həmrəyliyi. Teşekkür ederim. Ahtar, çok teşekkür ederim. Thank you very much. Ahtar nezdinde bütün Pakistanlı kardeşlerimize yürekten teşekkürler.
We have always seen the Brotherhood of Pakistan. Pakistan is a broadly state. And thank you very much for your valuable speech, Akhtar. Your words help to strengthen the friendship and brotherhood between the youth of Pakistan and Azerbaijan. Thank you very much. Evet, çok çok teşekkürler. Eyvallah. Artıq sözü də mən burada Mələk anamızı görürəm. Mələk Həsənova, İmişli şəhidi, Əsəd Həsənovun anası. Buyurun Mələk ana. Hayırlı akşamlar Melek Hanım, hoş geldiniz. Hayırlı akşamlar hocam, Anar Bey, Anar balam ve burada iştirak edən şəhid ailələri, qonaqlarımız, xarici ölkələrdən olan hər bir qonağımızı salamlayıram. Biraz heyecanlıyam, biraz belə deyim də bu həssas anlamlıdır. Yəqin ki, məni bir ana kimi başa düşərsiniz. Bəli, dünən 27 sentyabr müharibənin başladığı günün 5 ili tamam olurdu. 2 gündür ki, yəni biz bu hadisələrin təsirindəyik. Bir ana olaraq mənim üçün də həm qürur qarışıq bir hadisədir, ancaq nə qədər qürurlu olsa da həsrəti, kədəri, 5 ildə çəkdiyimiz əzab, əziyyətlər, göz yaşlarımız, yuxusuz gecələrimiz, bu 5 ildə nələr yoxdur ki? 5 ildə çox, yəni çox şeylər baş verir. 5 il gedir, zaman belə deyim də öz axarında gedir, həyat öz işindədir. Ancaq bizim üçün gün həmin gün, yəni şəhid analarının zamanı həmin zaman dayanıb. Belə deyəcəm, yəni qəmli köklərlə, yəni məni başa düşərsiniz. Oğullar qələbənin elə bil 27-si qələbəyə gedən yolun başlanğıcı olan bir gündür. Çoxdan gözlədiyimiz bir gün idi, belə deyək, nə qədər ağır olsa da. Çünki hər bir qələbə itkisiz başa gəlmir. Hər bir qələbənin başında mütləqdir ki, itkilər olacaq, şəhidlər olacaq. 30 illik bir həsrətə son qoyan bu balalarımız nəhayət ki, yəni bu möhtəşəm qələbəni zəfərlə başa vurdular. Mən çox həyəcanlıyam. Mənim üçün daha bir ana olaraq çox çətindir. Çünki mənim balam ayın biri artıq bir-iki sayılı günlər qalıb. 1 ili olur ki, 5 il olsun. Son gəlişi, son zəngi, son görüşü belə deyim və müharibənin başlayan gündə yazdığı bir vəsiyyəti mənimlə belə deyim də əbədiyyətə gedən bir mesajdır. Son mesajı o öz balalarını o mesajda 3-4 sətirlik mesajda çox söz demişdi. Yəni ki, hər birinizi öpürəm, bağrıma basıram. Balalarımı sizə tapşırıram. Oğlum Hüseyn mənimlə fəxr etləsin ki, balalarım, çünki onun atası qəhrəman olacaq. Yəni özünə əmin idi. Özünə əminliklə bir hərbiçi kimi o döyüşlərə qatılmışdı. O bu döyüşləri belə deyim də torpaqların azad olmasını həqiqətən bilirdi ki, müharibə labüddür və çoxdan gözləyirdi prezidentimizin əmrini. Sevə-sevə də getdi. Yəni ki, baxmayaraq ki, övladlarının birinin 1 yaşı, birinin 2 yaşı var idi. Amma vətən öndə durdu onun üçün hər bir şəhidimizdə olduğu kimi. İndi bir ana kimi öz belə deyim hisslərimi bölüşürəm, amma onların, o şəhidlərimizin hər biri mənim üçün doğmadır, hər biri mənim üçün əzizdir. Çünki hər günümü, hər saatımı mən onlara həsr edirəm. İnanın, hər bir şəhid mənim üçün məndən alır, məni belə deyim də, nə bilim, nə qədər qürur versə də, amma bir ana olaraq hər birinin elə bir ki, videolarını düzəldirəm, onları paylaşıram. Hər birinin taleyi, hər birinin cavankən bütün arzularının yarımçıq qoyub getmələri bir ana olaraq məni üzür. Çünki hər bir şəhidin arxasınca bir ana ağlayır, bir atanın qəddi əyilib, balalar ata həsrətinə həsrət qalıblar, ata üzünə həsrət qalıblar. Mənim övladım da, yəni ki, bu il 2 övladı var, məktəbə gedirlər. Yəni çox çətin oldu mənim üçün onları belə deyim də atasız yola salmaq.
və hər gün onlar gülə-gülə belə deyib, nənə gəldik deyib evə girəndə hər an el qapını açanda Əsədin əli ilə açıram. Mənim oğlum Əsəd Həsənov. Ne bilmirəm necə izah edim. Ha deyirəm ki, biraz sakit olaraq, yəni üzrlü sayın. Çünki özünüz də bilirsiniz. Bu dəqiqə mən onun yəni anım gününə hazırlaşıram. Cəmaləddin hocam, siz də axırınızda bəlkə yadınıza gəlir, keçən il bu zaman səhər üçün Şaiq balamızın, Teymurov Şaiqin anım gününə gəlmişdiniz. Yəni bu dəqiqə hər bir Yakut evdə Hanım'a değil mi? Yakut Hanımlara. Elmira. Elmira Hanımlar. Yakut Hanımlarla gelmiştik. Evet. Evet, Yəni evet. bəli. Yəni bu dəqiqə analar bu gün də neçə dənə evimizdə, yəni şəhid özüm də getmişdim Fəxri Xiyabana. 2 gündür mən Fəxri Xiyabandayam. Hər bir evdə yəni yenə də o günlərin xatirəsi yaşanır. Amma ki belə deyim də bax indi danışdılar burada xanım danışdı. Adı üzrlü sayın unutdum o Şuşada bitən ömür. O bizim şəhidlərimiz Teymur Məcidzadə haqqındaydı. Yəni bizim mənim sevdiyim bir belə deyim də şəhid anam var. Mənim dərd ortağım Yasəmən bacımın övladıdır. Yəni onun kitabı da məndədir. Yəni çox qürur duydum ki, nə yaxşı ki bizim yəni şəhidlərimizin qəhrəmanlığı, şəhidlərimizin xatirəsi hətta xarici ölkələrdə də yəni təbliğ olunur. Bu bizə həqiqətən çox qürur verir. Bizə belə deyim də mənəvi dəstək ən önəmli bir histir. Yəni ki biz də istəyirik ki, yəni bəli o oğullar ki canlarından keçdilər. Bu xalq üçün, millət üçün, yəni dövlətimizin, torpaqlarımızın azadlığı üçün canlarından keçən şəhidlər ancaq istədiyimiz odur ki, yəni unudulmasınlar. Bunun üçün də yəni çox təşəkkür edirəm. Yəni burada söhbətlər oldu. Yəni o xarici ölkələrdə olan gənclərimizdə də burada iştirak edən dəyərli insanlarımızdan da ki, həqiqətən bizə çox mənəvi dəstək olursunuz. Cəmaləddin hocam olmaq şərtilə, yəni bu Zoom proqramı bilirsiniz, siz nə qədər savab iş görürsünüz həqiqətən də. Vallahi mənə qalsa burada vaxtı zamanınız çox alacam, ancaq ki qısa olaraq yəni o bir insanlara söz vermək üçün çünki ürəyim o qədər doludur ki, yəni bir ana balası üçün yəni insan hazırlamaq bilirsiniz nə deməkdir? Bir ananın atasız övlad, cavan belə deyim, yoldaşını saxlamaq əmanət kimi nə deməkdir? Yəni onu bəlkə də heç çoxları təsəvvür belə edə bilməz, amma yenə də biz anaların qüruruna baxın, siz Azərbaycan analarının qüruruna baxın ki, vətən sağ olsun deyərək yaşamağa davam edirik. Həqiqətən də vətənsiz insan olmaz. Yəni ki, vətənimizin azad olması vacib idi. Yəni o uşaqlar da hamısı gözlərini qırpmadan, qorxmadan ölümün üstünə getdilər. Mən hətta dünən onun şəhid olduğu yeri də getdim, ziyarət edib gəldim. Hər ora gedəndə də inanın ki, o betonun üstündəki o ayaq üstə bir dizin üstündə şəhid olub. Mən elə bir ki, ora nə bilim Allah heç bir anaya yəni ki, o şeyə qismət eləməsin ki, balasının şəhid belə deyim də son nəfəsinin yerinə getsin, baxsın. Amma yenə də o torpaqlara baxdıqca, o azad olmuş torpaqları gəzdikcə, yəni bizi yaşadan yəni yalnız odur ki, yəni ki, əbəs yerə getmədilər. Şəhid kimi uca bir zirvələrə ucaldılar. Yəni ölümün ən gözəl, ən ali dərəcəsində durdular. Amma çox təəssüflər olsun ki, yəni bugün görmədilər o azadlığı, belə deyim. Nə deyim, Allah hamınıza can sağlığı versin. Allah şəhid ailələrinə də səbir versin. Və onları yenə deyirəm, şəhidləri unutmayanlara, dəyər verənlərə, onların analarına, atalarına dəyər verən insanlara, hər birinizə tək-tək sağ olun deyirəm. Var olasınız. Melek Hanım çok teşekkür ederim. Allah razı olsun. Çok sağ olun. Teşekkür ederim. Azad atamız burada da Azad Zahirov, yardımcı şehidi Zahid Zahir'in atası. Buyurun Azad atam. Azad Bey kardeşim hoş geldiniz. Hayırlı akşamlar. Salamlayıram hamınızı. Qocam, Anar bəyi, Cəmaləddin qoca, hamınızı salamlayıram. Orada iştirak edən şəhid ailələrin,
Mələk Aniyə çox sağ ol deyirəm. Elə danışdı ki, kövrəltdi bizi. Həqiqətən də bu günlər bizim çox çətin günlərimizdir. Çətin gün olmağına baxmayaraq qürurludur. Keçən illəri 29-u də sabahki günü Camalettin Qoca bizdə oldu. Ziyarət elədi. O günlər yadımdan çıxmır. Ben de hiç unutmuyorum. Vallahi sanki dogma evimdeydim. Əlbəttə, o bizi sayıb, dəyər verən insanlara təşəkkür edirik. Çətin günlərimizdir. Bugünkü günlərdə bizim ziyarət edən insanlar olanda biz də təskinlik tapırıq. Dözürük o çətin günlərimizə, amma qürurludur. Vətən uğrunda getdi. Vətənin o dar günündə bizim övladlarımız o vətəni qorudular. Xilas elədilər. O qara ləkəni alnımızdan təmizlədilər. Çox sağ olsunlar. Musa Qasımlı da bizim rayondandır, alimdir. Çox gözəl danışdı. Yəni dəfələrlə bizdə ziyarətdə olubdu. Hansı təşkil elədiyinizə görə. Burada o xarici dövlətlərdən də orada çıxış elədilər. Bizi qürur verdi. Əlbəttə, onların bizə dəstək olması, bizi təskinlik tapırıq elə şeylərdə. Sağ olun, Allah razı olsun. Allah qorusun xalqımızı, dövlətimizi, millətimizi. Bütün müsəlman ölkələrin Allah qorusun. Sağ olun. Çok çok teşekkürler Zahit Hoca. Azad Bey kardeşim. Bütün aileye selamlar, sevgiler inşallah. Şahin Mehmedov. Kardeşim uzun zaman görüşemedik. Hayırlı akşamlar. Nasılsınız? Assalamualaikum, hoş gördük. Aleykümselam, hoş Akşamınız geldiniz. xeyir. Teşekkürler. Necəsiz hocam? Anar Çok Bey teşekkürler. necəsiz? Sizleri özledik. Sizlerle olup da kötü olmak olar mı? Salam verin. Bəli, Sizlerle olmak her zaman güzeldir. Teşekkürler, qarşılıqlı da eyvallah. Teşekkür ederim. Mən sizə öz minnətdarlığımı bildirirəm. Belə bir duyğulu gündə, belə bir hüzünlü gün sayılsın, amma bizim qürurumuzun başladığı bir gündür. Mən qulaq asıram, həqiqətən də mən belə bir fikrə gəlirəm ki, deyirlər şəhididir, amma mən artıq ondan düşünmürəm. Çünki şəhid, şəhidini sevənlərin, dövlətini, bayrağını sevənlərin şəhididir. Bunu da siz sübut elədiniz. Mən sizə öz minnətdarlığımı bildirirəm hocam ona görə ki, bir türk olaraq Almaniyada yaşayamağına baxmayaraq bugün Azərbaycanda belə bir gözəl konferansı keçirirsiniz və bütün dünyanı siz bura yığmışsınız. Dünyanın bütün ölkələrini siz Turanı yaradırsınız, siz Turanı yaratmışsınız. Eşq olsun sizə həqiqətən. Çox gözəl bir konferansda həqiqətən də bayaqdan xanım qızlar danışır. Azərbaycanın artıq şəhidləri, Azərbaycan tarixini öyrənirlər və ondan danışırlar. Çox gözəl danışdı. Hətta kitabdan danışdı, tarixçəmizdən danışırlar. Bu da bir qürur vericidir. Bunu da bacarmaq, bunu da onlara aşılamaq təbii ki, sizin kimi dəyərli insanlardan, Anar kimi qardaşımızın sayəsində olur ki, o insanları tapır, onlara tanıdır və onları bu konferansa əlavə eləyir. Mən hər birinizə ayrı-ayrıqda öz minnətdarlığımı bildirirəm. Mənay anamız danışdı, biz biraz kövrətdi. Mən kövrək notlara dəyməyəcəm, amma həqiqətən də bizə qürur verici bir anlardı bu günlər. Atamız da dedi, hac ziyarətli olan məsələlər, amma mən düşünürəm ki, belə bir tədbirlər daha çox olmalıdır və bunu hər kəs artıq eləməlidir. Yəni necə şəhidi həqiqətən sevirik deyiriksə, onu əməlimizdən göstərməliyik. Bugün necə ki, Anar qardaşım, siz bunu göstərirsiniz əməlinizlə ki, həqiqətən biz dövlətimizi, bayrağımızı, türkçülüyümüzü sevirik. Bunu hər kəs eləməlidir. Sizdən ördək götürməlidirlər. Sizdən sonra o addımı yox, sizin sayənizdə addım atsınlar ki, siz onlara dəstək olasınız və istiqamət göstərəsiniz. Əksinə bu günlərsə o addımı atmaqlarda sizdən çox örnək götürür və sizdən dəstək alacaqlar. Azərbaycan tarixini öyrənmək, Azərbaycan tarixini bütün dünyaya tanıtmaq özü bir qəhrəmanlıqdır.
Yəni qəhrəmanlar sadəcə döyüş meydanında döyüşərək olmur ki. Qəhrəmanlar onları sonra yaşatmaqla olur. Öz missiyasını doğru yerinə yetirməklə olur. Biri həkimliklə, biri jurnalistlə, biri hərə bir peşə ilə. Bu günlərdə siz bu media ilə, bu sosial şəbəkə ilə deyək, bütün dünyaya Azərbaycan oğullarını tanıdırsınız, Azərbaycan tarixini tanıdırsınız. Sizə həqiqətən nə qədər minnətdar olsaq azdır. Mən özümüz də bildiyiniz kimi öz fəaliyyətimiz var və inşallah bu yaxın zamanlarda artıq kitabımız işıq üzü gördü. Qızıl Siyəzən Şabran şəhidləri kitabı. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Allah cəmi şəhidlərimizə, bütün Türk dünyasının şəhidlərinə, İslam dünyasının şəhidlərinə rəhmət eləsin. İnşallah ahirətdə onların üzünə açıq baxmağı da Allah bizə nəsib eləsin. Teşekkür edirəm. Sağ olun. Minnətdarım. Kardeşim ben teşekkür ederim. Yani hiç böyle belli bir şehidin akrabası, ailesi olmanıza bakmayarak tanıdığımdan beri her şehit ailesinin yanında olmuşsunuz. Güç veriyorsunuz. Evet. Şahsım adına konuşuyorum. Bana güç verenlerdensiniz. Her zaman varlığınız bana hep olumlu, pozitif enerji veriyor. Onun için Allah sizler gibi duyarlı şehit ailelerini hem de normal şehit ailesi olmayan vatandaşlara o duyarlılığı versin inşallah. Çok teşekkür ederim. Musa müəllim, son sözlərinizi alaq, daha sonra ayrılabilirsiniz. Çox təşəkkür Şimdi edirəm dəvətə görə. Sizin hər birinizə dərin hörmət və ehtiramımı bildirirəm. Allah şəhidlərimizə bir də rəhmət eləsin. Onlar əbədi olaraq qəlblərdə yaşayacaqlar. Millətimiz, dövlətimiz daim əbədi olacaq. Onlar da əbədi olacaqlar. Var olun, minnətdaram. Hocam çok teşekkürler. Uğurlar. Can Sağ sağ olun. Sağ Sağ olun. olun. Sağ olun. Bütün şehitlerimizin nezdinde dünya şehitlerine yani Azerbaycan şehitleri nezdinde dünya şehitlerine rahmet diliyoruz. Hepsinin ruhu şad olsun. Hepsinin yakınlarına Allah sabırlar versin. Başta Azerbaycanlı şehit ailelerimiz, Türk ailelerimiz için olmak üzere. Yüce Rabbim hepsine yar ve yardımcı olsun. Bunu yürekten diliyorum. Melahat Hanım el kaldırdı. Hayırlı akşamlar, hoş geldiniz. Axşamınız xeyir. Mən bayaqdandan danışmaq istəmirdim, amma Mələk ananın bir sözü məni çox tutdu. Mən özüm də şəhid bacısıyım. Daha doğrusu bir gündə ki, evimizdən 2 şəhidimiz olub. Mələk ananın o sözü məni çox tutdu ki, yəni nə qədər qürur yerimiz olsa da ancaq yaşamaq da çox çətindir. Mən o vaxtı yəni torpaqlar əslində alına gedirdi, sonradan verildi geri, yəni uduzduq belə deyək. O vaxt nənəm rəhmətli çox deyirdi ki, bu torpaqlar niyə təzədən geri verilir də? Yəni bu uşaqlar bu qədər əziyyət çəkib şəhidlər. Mən həmişə o sözü deyirdim ki, bir torpağın üstündəki onlar gəzməyəcək, o torpaq bizim nəyimizə lazım. Amma nənəm onda çox əsəbləşirdi ki, nə danışırsınız? Həm əziyyətləri itir, həm də üstündə qan tökəsən, o torpaq sənin olmaya, o şəhidin hörməti də olmaz. Və mən bu günləri onu doğrudan başa düşdüm ki, o vaxt o niyə elə deyirmiş. Yəni əgər torpaqlarımız geri alınmasaydı, biz bu günləri qürurla şəhidlərimizi ana da bilməzdik. Doğru. Allah razı Yəni bir olsun. şəhid bacısı kimi, nə qədər pis olsam da doğrudan qürurumuz var imiş. Melahat Hanım her zaman gurur duyun. Yanılmıyorsam siz Terter şehidimiz Süleyman Mehmedov'un ablasısınız, doğru mu? Bəli. Hemen tanıdım sesinizden de. Allah sizlere sabırlar versin. Sağ olun. Ben de hep sizlerle gurur duyuyorum. Baş tacısınız her zaman. Başta Süleyman olmak üzere bütün şehitlerimizin ruhu şad olsun. Hatta eminiz İsmail de şehitlerimizdendi galiba, değil mi? Bəli. Bir Evet. gündə hər ikisi könüllü getmişlər Evet. Cəmaləddin hocam. Onlar Bakın yəni unutmuyorum könüllü. inşallah. Necə? Unutmuyorum yani. Bakın hemen Tanıdınız, tahmin çox sağ ettim. olun. Onun için Təşəkkür hep edirəm. gurur Çox sağ duyuyorum olun. ya. Onun için seve seve hatırladım. Çox sağ olun. Təşəkkür edirəm. Rica ederim. Allah sizlere can sağlığı versin. Sağ olun. Təşəkkür edirəm. Çok sağ olun Melahat Hanım. Allah razı olsun. Teşekkür ederim. Bununla da daha bir konferansımızın sonuna geldik. Bu vaxt üçün bizlə qalan hocalarımıza, dostlarımıza, şəhid ailələrimizə təşəkkür edirik. Buyurun Cəmaət hocam, nəsə deyirdiniz? Açar sözlü bence bugün anıldığı için çünkü ayrı bir program yapacaktım ama en azından buradan açar sözden onu da almış olalım. Ben diyorum Ganera Paşa'ya olsun. Olsun hocam. Çok iyi olur. İyi mi Baba Bey, öyle olsun mu? Tamam. O zaman açar söz Ganera Paşa'ya. Hepinize Tamam. hayırlı akşamlar dilerim. Geceniz xeyrə qalsın. Allah'a emanet olun. Hadi Sağ olun. geceler. Eyvallah.